Salam, Goldmaster Tədris Mərkəzi. Müəllim Səmid Kazımlı. Keçən video 54-ə qədər sualların izahını vermişdik. Bu videoda isə 55-ci sualların izahını verəcəyik. Keçək 55-ci suala. Deyir, permütasyon n-1-dən 2 üzərinə yazın kombinizon n elementdən 1 bərabərdir 26 tənliyini həll edin. Deməli yazıram n-1 faktorial bölünsün n-1 çıxır ki neçə verir? n-3 faktorial verir. Üzərinə gəlinsin n faktorial bölünsün n-1 faktorial. 1 faktorial da 1 olduğuna görə yazmıram. Bərabər neçə oldu? 26 olmuş oldu. İndi n-1'i yazıram n-3 faktorial. Üzərinə 1 vahid gəldim n-2, 1 vahid gəldim n-1. Bölünsün n-3 faktorial üzerine gəlinsin. Burada yazırıq n-1 faktorial bir də n-1 faktorial bərabər neçə olur? 26 olmuş olur. Bunlar ixtisar gedir. Burada da n-2 n-1 qalır da olur n kvadrat. Açanda çıx 3n üzerine gəlinsin 2. Üzerine gəlinsin n bərabər neçə oldu? 26 olmuş oldu. Şimdi burada yazırıq n kvadrat çıx 2n bərabərdir 24'e. Bunda n-1'in kvadratı bərabərdir 25 kimi yazsa, n çıx 1 bərabərdir 5 olar. N də bərabər neçə olmuş oldu? 6 olmuş oldu. Bizə de tənliyi həll ilə n deməli neçə oldu? 6 D variantı. 56-cı suala baxırıq. Yenə də eyni sual tipidir. Permütasyon n-1'dən 2 çıxılsın kombinizon n elementdən 1 bərabərdir 23 tənliyini həll etmək tələb olunur. Deməli yazıram n-1 faktorial bölünsün n-3 faktorial çıxılsın n faktorial bölünsün n-1 faktorial. O da bərabərdir 23'e. Bu n kvadrat çıx 3n üzərinə gəlsin 2 elədi. 55-ci sualda çıxılsın n eləmişdi. Bərabər neçə oldu? 23'e. İndi n kvadrat çıx 4n. Burada bir dəqiqə. N kvadrat çıx 4n bərabərdir 21 olur. Bu da yazırıq n-2'nin kvadratı bərabərdir 25 yazsaq. N çıx 2 5 olsa n də bərabərdir olar 7. Doğru cavabımız oldu D variantı. Keçək 58-ci suala. 8 turizm şirkəti 8 nəfərlik bələdçi heyətindən 3 nəfərin Şuşaya, sonrası qalanlardan 2 nəfəri. Deməli kombinizon 3 nəfərliyin Şuşaya göndərirəm. Qalanlarında isə Qəbələyə göndərirəm. Yəni ki 3 nəfərə çıxdım, 5 nəfərini də 2 nəfərin hara göndərirəm? Qəbələyə göndərmiş oluram. Neçə üsulla seçimdir. Seçimdə kombinizondur. Yazırıq 8 faktorial bölünsün 5 faktorial vurulsun 3 faktorial vurulsun 5 faktorial 3 faktorial bir də vurulsun neçə? 2 faktoriala. İxtisar eləsəm bunları olur 6 vur 7 vur 8 bölünsün 6 vurulsun 4 vur 5 böl neçə olur? 2 olmuş olur. 6'lar getdi. 7 8'im edir 56 vurulsun 10'a. 4 5'ini 2'ye böldü 10. Bu da eləyər neçə? 560. Deməli 560 da 58 olar Y variantı. Keçək 59-cu suala. Deməli 59-cu sualda bizə verilib ki, çoxluq verib 0, 1, 2, 3, 4, 5, 6 bir də 7 çoxluğun elementlərindən istifadə etməklə cüt rəqəmlə başlayan rəqəmləri təkrarlanmayan neçə 4 rəqəmli tək ədəd yazmaq olar. 1, 2, 3. Cüt rəqəmli təkrarlanan neçə 4 rəqəmli. 4 rəqəmli ədəd yazıram. Cüt rəqəmlə başlasın. 2 ilə, 4 ilə, 6 ilə bitməlidir. Yəni ki 3 elementdən biri bura gələ bilər. Tutaq ki 2-ni mən istifadə etdim. 2-ni istifadə etdim. İndi bizə nə deyir? Tək ədəd gəlsin də tək ədəd yazmaq olar. 1, 3, 5, 7. Neçə dənədir? 1, 2, 3, 4 dənədir. 4 dənədən biri. Tutaq ki 7-ni istifadə eləmişəm. Çünki rəqəmləri təkrarlanmayan deyir. Sonra nə edirəm burada?
Geridə qalan ədədlərdən hansılardır? 1, 2, 3, 4, 5, 6 dənəsi gələ bilər bura. Qalan bir də 5 dənəsi neyniyər? Bura gələ bilər. 3 artım 18 vurulsun 20, o da neçə eləyər? 360 dənə. Deməli, doğru cavabımız neçə oldu? 360, 59 olar D variantı. Keçək növbəti suala. Deməli, 59 D oldu, 60. D 0, 2 yazıram. 0, 2, 3, 4, 6, 8, bir də 9. Çoxluğun elementdən istifadə etməklə cüt rəqəmlə başlayan rəqəmləri təkrarlanmayan neçə 5 rəqəmli cüt ədəd yazmaq olar. Cüt ədəd yazmaq istəyirəm və 5 rəqəmli. 1, 2, 3, 4, 5. Cüt ədədlə başlasın. Cütlər hansılardır? 0, 2, 4, 6, 8. 0 ilə başlaya bilməz. Ya 2 ilə, ya da 4, ya 6, ya 8-dən. 1, 2, 3, 4 haldan biri gələ bilər bura. Tutaq ki, 2-ni götürdüm. Vurulsun. Və deyək, cüt rəqəmlə bitsin, cüt ədəd olsun. 0 gələ bilər, 4, 6, 8. Yenə də 4 ilə biri gələ bilər bura. Tutaq ki, 0-ı götürmüşəm. İndi neyinirəm? 1, 2, 3, 4, 5. 5 dənə haldan biri gələ bilər. Sonra 4 dənə haldan biri, bir də 3 dənə haldan biri gələ bilər bura. 4, 5'im 20. 24'ə vuram da 80. Vur 12. Bu neçə deyir? 960 ədəd yazmaq olar. Deməli, 960 da 60-cı sual oldu. B variantı. Keçdik 61'ə. Emin, Rəşid, Yusif, Ziya, Əli, Bilal və Murad bir sırada durub şəkil çəkdirməlidirlər. Yusuf, Əli və Bilal yan-yana olmaqla neçə mümkün şəkil çəkilə bilər? Aha. Deməli, kimlər var burada? Var Emin, Rəşid, Yusif, Ziya, Əli, Bilal. Deməli, Ziya, Əli, Bilal, bir də kim var? Bir də Murad var. Bir sırada durub şəkil çəkdirməlidirlər. Yusif, Əli və Bilal yan-yana olmaqla. Yazıram bax, Yusif, Əli, bir də kim? Bilal. Deyir, bunlar yan-yana olsun. Aha, 61 yazırıq da. Yan-yana olsun. Neçə mümkün şəkil çəkilə bilər? Yusifi, Əli, Bilalı götürdüm. 1, 2, 3, 4 nəfər də buradadır. 4 nəfər. Deməli, 4 nəfər burada. Bunları da 1 nəfər kimi qəbul etsəm. Ümumilikdə 5 nəfərdir. 5 faktoriallə şəkil çəkdirə bilərlər. Bir də Yusif, Əli, Bilal öz arasında da 3 faktoriallə yer dəyişmə edə bilər də. Deməli, cavabımız neçə oldu? 3 faktorial vurulsun 5. Bunu da hesablayaq da. 5 faktorialımız 120'dir. 3 faktorialımız 6'dır. Buramda bir ne oldu? 720. Deməli, 61-ci sual cavabı oldu Y variantı. 62 də bunun eynisidir. 62'də kimlərdir? Rahim, Kənan. Bax, yazıram. Rahim, Kənan, Rafael, Ruslan. Bir də Ruslan. Deyir, bunlar bir arada yan-yana olmaqla neçə mümkün şəkil çəkilə bilər? Rəşad, İsmail, yerdə neçə nəfər qalıb? 1, 2, 3, 4, 5, 6, 7 nəfərdə. Deməli, Rahimi çıxdım, Kənanı çıxdım, Rafaeli çıxdım, Ruslanı çıxdım. Bunları Rahim, Kənan, Rafael, Ruslanı çıxdım. Rəşadla İsmail, bir də Eldar qalır. Deməli, 3 nəfər də burada qalır. 3 nəfər bu, 1 nəfər də bunu qəbul etsəm neçə olur? 4 nəfər olur. 4 faktorial vurulsun. 1, 2, 3, 4 də bunun arasında 4 faktorial yer dəyişə bilər. 4 faktorialımız 24, 4 faktorial 24, ümumilikdə 576 üsul ilə şəkil çəkdirə bilərlər. Deməli, doğru cavabımız neçə oldu? D variantı. 63. Keçək 63-cü suala. Deyir, n faktorialın nəyi? Kvadratı bərabərdir 4 vurulsun n faktorial, üzərinə gəlsin neçə? 12. Bərabərliyini ödəyən n'i tapın. N faktoriala bir t desəm,
Yazıram n faktoriyalı bir yeni dəyişən deyirəm. O zaman olur t kvadrat çıx 4t bərabər nə 12. Bunu keçirtdim sol tərəfə. İndi buradan yazıram nə? T minus 2'nin kvadratı bərabərdir 16 olsa t minus 2 4 ise t neçə oldu? 6. Yəni ki n faktorial 6'dırsa n nədir? 3'dür. 3 faktorialımız 6 edib. Deməli doğru cavabımız E variantı. 64. Baxaq 64-cü suala. 6 bacı qardaş cütündən 1 cüt, 2 cüt, 3 cüt, 4, 5, bu da 6 bacı qardaş cütündən. Tərkibində 5 nəfər olan komissiyanın neçə yolu seçmək olar ki, komissiyaya eyni ailə üzvləri daxil olmasın. Eyni ailə üzvləri daxil olmasın. Deməli, 6 dənə ailəmiz var. 6 bacı qardaş cütü var. 5 nəfər seçməliyəm. Komissiyaya nə olsun? Eyni ailə üzvləri daxil olmasın. İndi 6 bacı qardaş cütündən 5'ini seçərəm. Vurulsun. Həmin seçdiklərimin içərisindən 2 dənədən, kombinizon 2 dənədən birini seçərəm. Yenə kombinizon 2 dənədən 1, kombinizon 2 dənədən 1, kombinizon 2 dənədən 1. 1, 2, 3, 4. Bir də kombinizon 2 elementlər 1'in hərəsindən, məsələn, tutaq ki, bu ilk 5'liyi seçmişəmsə, hərəsindən biri seçsəm, eyni ailə üzvü daxil olmaz da. Aha. 6 vurulsun, 2 üstündə burada da 5 deməkdir. 6 vur 32, neçə edər? 192 ədəd. Deməli, neçə oldu? Cavab A variantı 192. Keçək 64'ü yazdıq 65-ci suala. 65 nə deyir bizə? 2 vurulsun kombinizon n elementdən 2, çıxılsın kombinizon n elementdən 1, minus 15 kiçikdir 0. Bərabərsin həllər cəmi bizdən soruşulur. İndi yazıram 2 vurulsun. N faktorial, n minus 2 faktorial, bir də 2 faktorial. Çıxılsın. N faktorial bölünsün n minus 1 faktorial. Minus 15 kiçikdir nə olmalıdır? 0 olmalıdır. İndi burada biz nə edək? Bu 2 ilə bu 2 qısa getdi. Burada qalır n çıx 2 faktorial. Vurulsun n minus 1. Vurulsun n qalır. Çıxılsın n minus 1 yazsam n qalır. Bir də n minus 1 faktorial çıx 15 kiçik bərabər nə olmalıdır? 0 olmalıdır. Burada da n minus 2'ni yaddan çıxarmayaq. N minus 2 faktorialımız vardı. Bunlar x-a getdi. Olur n kvadrat minus n. Çıxılsın. Nə qaldı? N qalır. Çıx 15 kiçikdir nə oldu? 0 oldu. Olur n kvadrat çıx 2n çıx 15 kiçikdir 0. Yəni ki n minus 1'in kvadratı çıx 4'ün kvadratı kiçikdir 0. N çıx 1 çıx 4, n çıx 5. Burası n plus 3. 0'dan kiçikdirsə o zaman n daxildir. Nə ola bilər? 5 burada yazılmasın da. Bir dəqiqə n daxildir. Mənfi 3'dən 5'ə qədər. İndi işimiz bununla bitdi. Xeyr, bitmədi. İndi burada n böyükdür bərabərdir 2 olmalıdır. Bax burada. N böyükdür bərabərdir 1 olmalıdır. Bir də n təbii məsələ ki 0'dan böyük olmalıdır. İndi gəlin bunlara baxaq. Deməli ən böyük 5'dir. İçərisi boşdur. Yazdım 5'i. Sonra 2'dir. Sonra 1'dir. Sonra 0'dır. Sonra neçədir? Mənfi 3'dür. Mənfi 3'dən hara kimi gedir? Mənfi 3'dən gəlirəm neçəyə? 5'ə kimi. N böyükdür bərabərdir 2'dən. 2'dən böyüklər gəldi bura kimi. İndi 1'dən böyüklərə baxıram. Bir də 0'dan böyüklərə baxıram. Ən çox qara hara düşür? Bax 2'yə düşür. Bir də 5'ə düşür də. Bu da 2 daxildir. İndi bizə nə istəyirdi? Həllərinin cəmi. 2 daxildir. Plus 3 daxildir. Plus 4 daxildir. Ümumidə neçə eləyər? 9. 65 oldu neçə? A variantı. Keçək 66-cı suala. Deyir A bərabərdir 7 faktorial şəklindədir. B də bərabərdir
neçə? 13 permütasyon K-ya. İndi bizə deyir ki, axırda K-nı tap. Belə bir ifadə verib. AB bölünsün. Əkob AB-yə bərabərdir neçə olub? 120. Bunun yerinə əbob AB-yə vuraq, əkob AB-yə yazsam, əkoblar gedər, yerdə qalar. Nə? Əbob AB bərabərdir 120 olmuş olar. İndi əbob AB nə deməkdir? Bunların ixtisarı deməkdir. Gəlin, burada belə yazaq bunda. Əbob neçə? AB bərabərdir. 120-yə baxıram indi. 120-də yazıram. 2 60 vur 2 kimi, 62 vur 30 vur 2 kimi, 2 vuraq 2 vur 15 vur 2 kimi. Bunu da belə yazıram da 2 vur olsun 2 vur 2 vur 3 vur 5. Yəni ki 2'nin kubu vur 3 vur 5 kimi. 15'i 8'e vuranda 120. İndi əbob AB'miz nə elədi? Yazıram əbob AB bərabərdir. 2'nin kubu vur 3 vur neçə? 5. Yəni ki vurğuların içərisində 2, 3, bir də 5 mütləqin olmalıdır. İştirak etməlidir. 7 faktorialda bu 2, 3, 5 deməli 7 faktorialda nə var? 2 var. 1 vuraq 2. 7 faktorial nə deməkdir? 1 vur, 2 vur, 3 vur, 4 vur, 5. Bunun tərkibində 5 var, 3 var, 2 də var. İndi baxaq burada B-yə. Görək B nə ola bilər? B bərabərdir permütasiya 13 elementdən K. Yəni ki 13 faktorial bölünsün 13 minus K faktoriala. İndi burada bunun tərkibində neçə olsun? Deyir tərkibində 5 də olsun, 2 də olsun, 3 də olsun, 5 də olsun. Əbubu oxşarların götürməkdən ötürü də belə deyək. İndi K-ya mən bir qiyməti versəm, K-ya bir qiyməti versəm, neçə olur? 13 olur da. K-ya bir qiyməti verəndə. Bunu hesablasam. K-ya 2 qiyməti verirəm. Olur 13 faktorial. Bölünsün 11 faktorial. 11, 12 vur 13 olur. Burada hələ ki 5 vuruğu iştirak etmir. 2 var, 3 var, amma 5 yoxdur. K-ya 3 verdim. 3 verəndə 13 faktorial bölünsün 10 faktorial. 11 vur 12 vur 13 olur. Yenə də burada da 5 vuruğu iştirak etmir. Etmədiyinə görə hələ ki K3 ola bilməz. K-ya gəlin 4 verək. Olur 13 faktorial. Yəni ki bu B-ni hesablayıram da. Bax bunu hesablayıram. 13 faktorial bölünsün. 13'dən 4 çıxımda olur 9 faktorial. Deməli bu da oldu. 10 vur 11 vur 12 vur 13. İndi həqiqətən də onun tərkibində 5-də vurğulardan 5-də var axı. 5 olduğuna görə də K neçə ola bilər? K 4 ola bilər də. Yazır K bərabərdir 4'dür. K-nı tapın, o da neçə oldu? C variantı. Keçək 67-ci suala. Görək 67-ci sual bizə nə deyir? Kökün altında 3. Üzərinə gəlsin 3-cü dərəcədən kökün altında 2. Üstündə neçə var? 100 var da. Binomun açılışında neçə hədd rasional ədəddir? Neçə həddir rasional ədəd olsun? İndi bunu açılışını yazıram. TK plus birinci hədd üçün bərabərdir. Kombinizon 100 elementdən K vurarsan kökün altında 3. 100 minus K bu formada yazıram. Bir də vurarsan 3-cü dərəcədən kök altında 2. Üstünə var K. Gəlin bunu sadələşdirək. Kombinizon 100 elementdən K mənə maraqlı deyil. 3 üstündə 2'də 1 yazıram. Bu da olur 3. 100 çıxılsın K böl 2 olur. K böl 2 olur. Vurarsan 2 üstündə 3'də 1, yəni ki K böl 3 olur. K həm 2'yə bölünməlidir, həm də 3'ə bölünməlidir. Onda K 6'nın qatlarıdır da burada. 6 M şəklində nədir? Ədədlərdir. O zaman nə edirəm? M-ə 0 verirəm. M-ə qiymətlər verirəm. 0, 1, 2. 0 verəndə 0, 1 verəndə 6, 2 verəndə 12. Sonra neçə verərəm? Ən axırıncı neçə olacaq? 98 olardı ən axırıncı. Ən axırıncı 98. 98. Deməli 98 yox. Məsələn K-ya neçə verə bilərik ən axırı biz? K
K'ya 16 versəm 96 olur. K'ya 16 versəm 17 versəm arası 6'nı 17'ye vuramda 102 keçdi. Olmaz bu da. Deməli axırıncısı 96'dır. Bax formada davam edir. İndi bunların sayını soruşur bizə. Nəyə görə deyirik? Bax bu ifadə görə deyirik. K həm 2'yə bölünən, həm də 3'ə bölünən ədəd olmalıdır. O zaman 96'dan 6 artır da 0'ı çıxaram. Bölərəm 6'ya, axırda üstə 1 gələrəm. Yəni 96 böl 6 üzərinə gəlsin 1. Bu ilə 16 üzərinə gəlsin 1 bərabərdir neçə oldu? 17. Yəni ki, M 0'dan 16'ya qədər 17 dənə ədəd var da. Bunu demək istəyirdi. Doğru cavabımız neçə oldu? 67 olar A variantı. Keçək neçənci suala? 68-ci suala. Misal nömrə 68. Kombinezon X elementdən 2. Üstə gəlinsin. Kombinezon 9 elementdən 6. Çıx 3x üstə 6 bərabərdir kombinezon 9 elementdən 3. Ümumilikdə belə götürsək, kombinezon 9 elementdən 3 ilə 9 elementlər bir-birinə bərabərdir və bunlar islah getdi. Yazıram x elementdən 2, x faktorial bölünsün x minus 2 faktorial vurulsun. Bir də nə var? 2 faktorial var. Çıx 3x üstə 6 bərabərdir neçə oldu? 0 oldu. İndi x minus 2'nin də belə yazıram. X faktorialı x minus 2 yazıram. Faktorialı x çıx 1, bir də x'in özünü yazıram. Bölünsün 2, çıx 3x üstə 6 bərabərdir 0'a. Bir də x minus 2 faktorial özü də var da. Bunlar x'a gedir. Yerdə qalır nə? X kvadrat çıx x. Hər tərəfində 2'yə vursam çıx 6x üstə 12 bərabərdir 0'a. İndi olur x kvadrat çıx 7x üstə gəlsin 12 bərabərdir 0'a. İndi diskriminantım oldu 49 çıx 48 1. X bərabərdir 7 çıx 1 bölü 2 3. X bərabərdir bir də neçə olar? 4. Deməli x 3 ilə 4 ala bilər. Amma ən böyük dediyinə görə cavab 4'dir. Yəqin ki A variantda. Doğru cavab olar A variantı. İndi 69-cu suala keçirik. Görək 69-cu sual nə deyir bizə? 3 müxtəlif fizika, yəni fizika 1, fizika 2, fizika 3. 4 müxtəlif kimya, kimya 1, kimya 2, kimya 3, bir də kimya 4. 5 müxtəlif riyaziyyat. Riyaziyyat 1, riyaziyyat 2, riyaziyyat 3, riyaziyyat 4, riyaziyyat 5. Müxtəlif riyaziyyat kitabını rəfdə riyaziyyat kitabları yanaşı olmaqla ardıcıl şəkildə neçə fərqli üsul ilə düzmək olar. Riyaziyyatlar deyir nə olsun? 1 olsun. Baxıram, yazılan riyaziyyatlar 1 olsun. Laf yaxşı. Aha. Deməli 1, 2, 3, 4, 5, 6, 7. Bir də bu hal neçə hal var? 8 faktorial var. Vurulsun. Riyaziyyat kitablarda öz aralarında 1, 2, 3, 4, 5 faktorial ilə yer dəyişə bilər də. 8 faktorial vuraq 5 faktorial. Doğru cavabımız neçə oldu? 5 faktorial. Yəni ki 5 faktorial vurasın 8 faktorial. Doğru cavab olar A variantı. Deməli keçdik 70-ci suala. Deyir ki permütasyon 4'dən 4 çıx 6 vur x bərabərdir kombinezon 10 elementdən 2'yə. Bu 4 faktorialdır. 4 faktorialımız 24'dir. Çıx 6. Vur x bərabərdir 10 elementdən 2. Nəyə bərabərdir? 10 faktorial, 8 faktorial, bir də 2 faktoriala. Deməli 24'dən 6 çıxdıq oldu 18x bərabərdir. 9 vur 10 böl neçə? 2. 9'dan 18x sağ getdi. 9 10'um 90 2'yə böldük. 45, yəni ki 18x nəyə bərabər olar? 45'ə. X də bərabər olur 45 böl 18. Onu da x sar eləsəm 9'a 3 bölü 2 1,5. Yəni ki x neçə oldu? 1,5 olmuş oldu. Devamı neçə oldu? 1,5. Deməli nəsə səhv eləmədik burada. 45 böl 18. Bu 9 bölü 2 olunur. Burada 9 olur, burada 2 olur. 9 bölü 2'dən neçəyə xəsarləmişdik biz bunu? 6'ya xəsarləmiş.
9'a x desəm burada qalar 2. Burada qalar 5. Bir x əldə edə bilmədik. 5'i 2'ye böləndə neçə oldu? 2,5. Doğru cavab neçə olar? 2,5. Keçək 71-ci suala. Ani diqqətsizlik sualın səhvini gətirib çıxardır. 71-ci sualda neçə deyir? 9 elementdən 9, 9 faktorialdır. Çıxılsın 8 elementdən 8, 8 faktorialdır. Bölünsün. Neçədir bu? 7 faktoriala. İndi gəlin bunu belə eləyək də. Bunun hamısı mən yazmayacağım. Yazıram 8 faktorial mötərizə xaricində çıxarsam olur 9 çıx 1. Bölünsün neçədir? 7 faktorial. O da bərabərdir. 9'dan 1 çıxıram 8 qalır. Bunda 7 faktorial vurulsun 8 kimi. Burada 7 faktorial var. 7, 8, 8'dən neçə oldu? 64. Keçək növbəti suala. Neçə? 72-ci sual gəlir. Deməli deyir ki, n plus 1 faktorial bölünsün n minus 1 faktorial bərabər neçə olsun? 20 olsun. İndi bunu yazacağım. N plus 1 böyükdə n minus 1 faktorial. N bir də n plus 1 olar. Məxrəcdə olar n minus 1 faktorialın özü bərabər neçədir? 20. Bunlar ixtisar geçsə olur n vuraq n plus 1 bərabərdir 20. Burada n'in yerinə 4 qoysam da 4 5'im 20'yə. Deməli n neçə oldu? 4 olmuş oldu. 72 də cavab 4'dür. 73. Misal nömrə 73. Permütasyon x elementdən 1 bərabərdir 5'dir. Axırda deyir kombinasyon x elementdən 2'ni hesabla. Yazıram x faktorial bölünsün x minus 1 faktorial bərabər nəyə? 5'ə. İndi buraya yazıram x çıx 1 faktorial vur x. Bölünsün x minus 1 faktorial bərabərdir 5. Deməli x neçə olur elə burada? X 5'dir. Bunlar ixtisar gedir də. Onda kombinasyon 5 elementdən 2'ni hesablayıram. 5 faktorial, 3 faktorial, 2 faktorial, 4 vuraq 5 bölü 2 neçə oldu? 10 olmuş oldu. 73 də neçədir cavab? 10. 74 də bunun eynisi də yazmıram artıq. 75'ə baxaq. Siz 74'ü özünüz evdə yazarsınız. 75-ci sual. Sinifdə 26 şagird var. Bu şagirdlərin 2 növbətçini neçə müxtəlif üsulla seçmək olar? Deməli 26'dan ikisini seçirəm. 26 faktorial, 24 faktorial, 2 faktorial. 25 vur 26 böl 2. Yəni ki 13 vuraq neçə? 13 vuraq 25'ə. 13'ü də 25'ə vuramında eləyər 325. Bir də vuraq 13'ü neçəyə vururuq? 13'ü 25'ə vururuq. 325 etmiş olur. Doğru cavab 325. 76. Bu da sadə suallardan, çox sadə suallardan biri. 8 faktorial. Da şərti yazmıram. Çıxılsın 7 faktorial. Bölünsün neçə? 6 faktoriala. O da bərabərdir. Nə edirəm burada? 7 faktorial çıxarsam mötərizə xaricinə qalır 8 çıx 1. Bölünsün neçə? 6 faktorial. Burada olmuşdu 7 vurulsun. 6 faktorial da burada da x-ə geçsə burada qalır 7 vur 7 neçə elədi? 49 olmuş oldu. 76-cı sualın cavabı oldu 49. Keçdik 77-yə. 77 də yazarıq 77-ni. Əslində təkrar sualdır. 100 elementdən 98, 1000 elementdən 998, 1000 elementdən 2, 100 elementdən 2. Deməli 77-ci sual yazaq da 100 elementdən 98, yəni ki 100 faktorial bölünsün 98 faktorial vurulsun 2 faktorial üzərinə gəlinsin 1000 faktorial 1 2 3 1000 faktorial bölünsün 998 faktorial vurulsun 2 faktorial bölünsün 1000 1 2 1000 faktorial bölünsün neçə 998 faktorial 2 faktorial üzərinə gəlinsin 100 faktorial 98 faktorial 2 faktorial. Baxın bunlar eynidir. Bunlar eyni olduğuna görə doğru cavab neçə olar? Doğru cavabımız olar 1. Aha.
Sonra 78'e baxıram. 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, bir də 6. Yəni ki, burada məsələn 77-ci sualda 1000 elementdən 998 elə 1000 elementdən 2-yə bərabərdir. 100 elementdən 98 elə 100 elementdən 2-yə bərabərdir. Eyni olduğuna görə doğru cavab 1 qalır da. Belə də hesablamaq olar. 78. Rəqəmləri fərqli olan neçə 3 rəqəmli ədəd düzəldir? 1, 2, 3 rəqəmli ədəd düzəldirəm. 1, 2, 3, 4, 5, 6 dənə bizim rəqəmimiz var. 6-sından biri bura, 5-indən biri bura, 4-ündən biri bura. 30 neçə oldu? 78 olar. 120 dənə. 79-a baxıram. Misal nömrə 79. Deməli, 79-u deyir ki, n faktorial bölünsün. N çıxılsın, n çıxılsın. N minus 8 də orada qalır 8 faktorial. Vurulsun 10 faktorial. Bölünsün. Permütasiya elementlərin n faktorialdır. Bunlar x-a gedər. 10 faktorial 8 faktorial x-a edərəm. Qalar 9 vuraq 10. O da neçə edər? 90. Deməli 79-cu sualın cavabı oldu 90. 80 da eynisidir. 80-i bir başa yazaq. Deməli yerdə neçə qalacaq? 9, 10 vuraq 11 qalacaq. O da neçə eləyəcək? 110. Siz 80-ci sualı evdə yazarsınız. 81. 2 qız, yazıram 2 qız, üstə gəlinsin. Kombinizon 8 elementdən 6 bərabərdir 41. Tənliyini həll et. Yazaq 2 qız. Üzərinə gəlsin. 8 faktorial, 6 faktorial, bir də neçə faktorial? 2 faktorial bərabərdir 41-ə. İndi yazıram buradan 2 qız, üzərinə gəlsin. 6, 7, 8-im 56, 2-yə bölündə 28 bərabərdir 41. 2x bərabərdir. Neynirəm burada? 41-dən 28 çıxan neçə qaldı? 13 qalır. X də bərabərdir 13 bölünsün 2. Yəni ki, 6 tam 10'da 5 edir də. Doğru cavab 81-də neçə olacaq? 81-də 6 10'da 5. 82 eynidir. 83 eynidir. Yazmıram. 84. Deməli, 84-cü sualda bizim nə deyir? Deməli, biz 81, o bizə də yazmadıq da. 84. 5, 6, 7 çoxluğun elementlərindən yazıram 5, 6, bir də 7. Çoxluğun elementlərindən rəqəmləri təkrar etməməklə neçə müxtəlif 3 rəqəmli ədəd düzəltmək olar? 1, 2, 3 rəqəmli ədəd düzəldirəm. 3-ündən biri bura, 2-sindən biri bura, 1-indən biri bura. Neçə dənə? 6 dənə nə düzəldə bilərəm? Ədəd düzəldə bilərəm. Doğru cavab olar 6. 85. Yenə də 85-də eynidir. Təkrar etməyiniz isə müxtəlif 3 rəqəmlə də düzəltmək olar. Burada da 85-də doğru cavabımız 6-dır. 86-ya baxaq. 86. N plus 2 permütasyon n plus 2. Bu nə deməkdir elə? N plus 2 faktorial deməkdir. Aşağı nədir məxrəc? N plus 1 faktorial deməkdir. Bərabərdir 4n minus 7. Deyir, tənliyini həll edin. Aha. İndi n plus 2, n plus 1. Yazıram n plus 1 faktorial. N plus bir də 2 qalır da yerdə. Bir vahid artırdım. Oldu n plus 2. Oldu n plus 1 faktorial bərabərdir 4n minus 7. Bunlar iqtisadidir. Olur n plus 2 bərabərdir 4n minus 7-dən. 4n'dən n çıxanda eləyir 3n. 2 üstə 7, 9. N ilə bərabər neçə oldu? 3. Deməli, 86-cı sualın cavabı neçə oldu? 3 olmuş oldu. 87 də eynisidir. Evdə yazarsınız. 88-ci suala baxıram. 88-də deyir ki, 11-ci sinif şagirdləri bir-biri ilə fotoşəkillərini dəyişdirdilər. Dəyişmək üçün 870 fotoşəkil lazım olduğunu bilərək şagirdlərin sayını tapın. Aha. Şagirdlərin bizə nəyin istəyir? Sayın istəyir. Tutaq ki, n şagird var. Hər bir şagird də özünü çıxıram da. Özünə vermir də başqa digər şagirdlərə verir də. 10 şagird varsa digər 9'una belə deyək də
şəkil paylanmalıdır. 10 şagird özü, bir də qalan o şagird 9-una şəkil paylayır. Ona görə n vuraq n-1-dən istifadə edirik. Bərabərdir neçə olmalıdır? 870 ədəd fotoşəkil olmalıdır. İndi buradan n kvadrat çıx n çıx 870 bərabərdir 0-dır. Diskriminant nədir? 1 üstə gəlsin. Nə ilə vururuq? 870-i vuraq 4-ə görə neçə edir? 3480, 3480, o da 1 gəldim, 3481. Bundan da 3400 plus 1 gəldi. Görə kök çıxacaq mı? 3481, 59 çıxır kök. Deməli, n bərabərdir. 1 üstə gəlsin 59 böl 2. 62-yə böləndə neçə olur? 30. Deməli, bizim neçə dənə? 30 dənə şagirdimiz var. 88-ci sualda doğru cavabımız neçə olur? 30 dənə. Keçdik 89 bunun eynisidir. Tənlin yazırıq. Fotoşəkil yenə dəyişirlər. Yenə n vuraq n-1 bərabərdir 420 dənədir. Bunu həll edəsiniz, cavabı tapasınız. 90-cı suala baxıram. 90. Permütasyon n, yəni ki n faktorial, bölünsün n çıxılsın n, üstə gəlsin 5 faktorial, bölünsün 5, vurulsun 5 faktorialın kvadratı var. Bir də məxrəci nə var? N faktorial var. Bu n faktoriallar gedir. Burada da n gedir. Yerdə 5 faktorial qalır. Bu 5 faktorialında biri gedir. Yerdə nə qaldı ümumiyyətlə? 5 faktorial qalır. O da neçədir? 120. Deməli 90-cı sualın cavabı olar 120. 91 eynidir. 92-ni yazmıram. 91 də yazıram evə. 92 də artıq adi hesablamadır. Onu da evdə yazarsınız. Keçək 93. Aslında 93 də sadədir, amma eyb yoxdur. Yazaq 94 evdə yazarsınız. Kombinezon n elementdən 2 bərabərdir nəyə? 21-ə. O zaman yazıram n faktorial, n-2 faktorial, bir də nə? 2 faktorial 21 olmalıdır. Burada yəqin ki, bilirsiniz də n böyüdür bərabərdir 2, bir də n sıfırdan böyük olmalıdır. Bu halları götürmürük də. Məsələn, n 1 ola bilməz burada. Tutaq ki. Yazıram indi neçə? n-2 faktorial, n-1, bir də n var. Bölünsün n-2 faktorial var. 2 faktorial 2 bərabərdir 21-ə. İndi olur n kvadrat çıx n çıxılsın. 2-ni 21-ə vuranda edir 42. Keçidlik bu üzə bərabərdir 0-a. Deməli 168, 169 edir. N bərabərdir 1 üstə gəlsin 13 bölü 2. O da neçə edər? 7 etmiş olar. 93-cü sualın da cavabı neçədir? 7. Sonra keçdik neçəyə? 94 də bunun eynisidir. Bunu evdə yazarsınız. 95. Misal nömrə neçə? 95. Hər qutuya ən çoxu bir məktub atmaqla 3 müxtəlif məktubu 9 poçt qutusuna. Deməli, məktub 1-dir, məktub 2-dir, məktub 3-dür. 9 dənə də poçt qutusu var. Poçt 1, 2, 3, poçt 4, poçt 5, poçt 6, poçt 7, poçt 8, poçt 9 dənə. 9 dənə də poçt qutusu var. 3 müxtəlif məktub 9 qutuda neçə üsulla atmaq? Ən çoxu bir məktub atılsın da bir qutuya. Tutaq ki, birinci məktubu hər hansı bir 9-undan birini atdım. Onda 9 dənə halım var. Vurulsun. İkinci məktubu. Tutaq ki, poçt qutusunun birini istifadə etmişəm, istifadə edə bilmərəm də, bir dənə məktub ata bilərəm. Onda yerdə qalan 8 dənə halından birini ata bilərəm. Tutaq ki, 4-ə atmışam. Bu 3-ü də qalan bu 7 dənə ata bilərəm də. 9, 8, 72 vur. Neçədir? 7. O da 72-ni adam vurağın 7-yə 504 dənə edir. 504 dənə mənim nəyim var? Üsulum var. Deməli, 95-ci sualda oldu neçə? 504 üsul. 96-cı sualda eynidir. Bunun eynisidir. Onu evdə yazarsınız. Sonra 97. 97 nədir? Yazaq 97-ni. Burada 3 n var. Görə nəyə göstərirəm?
3 vurulsun permütasyon n elementten 2 üzerine gelsin 54 beraberdir permütasyon 3 elementten 2. Natural ədəd bərabər nə edən n natural ədədini tapın. Gəlin birinci açılışını yazalım. 3 vurulsun n faktorial bölünsün nə? N minus 2 faktorial bir də vurulsun yox 2 faktorial yox da permütasiyadır artıq. Üstə gəlsin 54 bərabərdir 3n faktorial bölünsün 3n minus 2 nə? Faktoriala. İndi gəlin bunun açılışlarını yazaq. Başqa burada heç bir şərt verilməyib də 97. Yazıram 3 vurulsun. N minus 2 faktorialdır. N minus 1 bir də n var da burada. Sonra n minus 2 faktorialın özüdür. Plus 54'dir. Bərabərdir. Burada 3n'yi belə yazıram da. 3n minus 2 3n minus 2 faktorial 3n minus 1 bir də nə var? 3n var. Bölünsün neçə? 3n minus 2 faktoriala. İndi burada n minus 2'lər gedir. Olur n kvadrat çıx n olur. Yəni ki 3n kvadrat çıx 3n olur. Üstə gəlinsin 54 var. Gəlin bunu daha səliqəli yazalım. Plus neçə var? 54 var. Bərabərdir. 3n çıx 2'lər etdik. Olur 9n kvadrat. Çıxılsın neçə var? 3n var. Çıxılsın 3n var. 3n'lər getdi. 9n kvadratdan 3n kvadrat çıxanda olur 6n kvadrat bərabərdir 54'ə. N kvadrat bərabər 9'a, n bərabərdir 3'ə. Yəni demişdik axı burada n sıfırdan böyük olmalıdır. Ona görə də mənfisini götürmürük. Deməli n neçə oldu? 97-ci sualda n 3 oldu. 98 bunun eynisidir. Evdə yazarsınız. 99. 99 100'dür. Adi hesablamalardır. Onları da artıq yazmıram. Dəfələrlə bu suallardan biz yazmışıq. Bunu da evdə yazarsınız. 101. 101'də nə deyir bizə? 101'də deyir ki 3 vurulsun n faktorialın nəyi? Kvadratı. Çıxılsın 5 vurulsun n faktorial çıx 2 bərabərdir 0. Tənliyini həll edin. N faktoriala bir t desəm olur 3t'nin kvadratı çıx 5t minus 2 bərabərdir 0'a. İndi burada yazıram. Diskriminant nəyə bərabərdir? 25 üstə gəlinsin. 4 üçün 12, 2 əvvəmdə 24, 49'a. Yəni ki, x bərabər olar 5 çıx 7, 5 üstə 7 bölünsün neçə? 6. 2'yə. Mənfisi nəzərə almıram da, mənfi olmaz. Deməli, n faktorial da özü 2 olsa, n bərabərdir özü 2'dir. 2 faktorialımız 2'dir. 101-ci sualda doğru cavabımız 2. Deməli, 104'ə qədər evdə yazarsınız. Eyni sualdır. Keçək 105'ə yazaq. Misal nömrə 105. Permütasiya x çıx 1 bir də 2'dir. Bərabərdir x minus 1. Yəni ki, x çıx 1 böyükdür bərabər 2 olsa x böyükdür 3 olmalıdır. X də fərqlidir 1 olmalıdır. 0 ola bilməz. Yəni ki, 1'dən böyüklər olsun deyir. İndi bizdən nə soruşur? Deyir, tənliyi həll edə. Həll elə. X çıx 1 faktorial. Bir də x çıx 1 belə deyək də. Yazıram x çıx 1 çıx 2 x çıx 3 faktorial bərabərdir neçə olub? X çıx 1 olub. Aha. İndi yazıram x çıx 3 faktorial x çıx 2 x çıx 1 bölünsün x minus 3 faktorial var. O da bərabərdir x minus 1'ə. Onsuz da x 1'dən fərqlidir. Bunu atıram gedir. X neçə olur? X bərabərdir 2 olur. 105-ci sualın da cavabı neçə olar? 105. Bir dəqiqə baxaq. X minus 3'lər getdi. X minus 2 var. X minus 1 var. Burada nə edəcək? Deməli x 2 ola bilməzdi də. X 3'dən deyil böyük olsun.
Burada bir dəqiqə nəyə səhv etmişik? Bu x minus 1'ləri atmayaq hələ ki. Bunlar ixtisar getdi, bunlar ixtisar getdi. Yerdə nə qalır? X minus 2, burası x minus 1. Bu x minus 1'i keçidirəm sol tərəfə. Kök itir axı. Ona görə fərqli olduğuma hələ ki baxmıram. Bərabərdə 0. X minus 1'i çıxartdım. Mütləq olur. X çıx 2 çıx 1 bərabərdə 0. X minus 1 x1 ola bilməz. Fərqlidir. Bir də x çıx 3 0 olsa x bərabər neçə olar? 3 olar. Doğru cavabımız x1 ola bilməz. X amma 3 ola bilər. 105-ci sualın cavabı neçə oldu? 3. Deməli 106 eynisidir. 107, 108 eynisidir. Keçdik neçə? 109-cu suala. Dəyirmi stol arxasında 6 nəfər neçə üsulla otura bilər? n-1 faktorial ilə otura bilər. Yəni ki 6 çıx 1 faktorial bərabərdir 5 faktorial. O da neçə edir? 120. 109-cu sualın cavabı o neçə oldu? 120. Deməli 110 da bunun eynisidir. 111. 110'u da evdə yazarsınız. 111'e baxıram. Olur 7x minus 5 üzərində neçə var? 6 var. Binomun açılışında əmsallar cəmi. X'in yerinə 1 qoy. O zaman 7 çıx 5 böl üstündə 6. Yəni ki 2 üstündə 6 neçə edər? 64 edər. 112 də bunun eynisidir. X yerinə 1 yazarsınız. Evdə hesablayarsınız. 113. 113 ilə 114 də indi. 113 yazaq. 113. 2n plus 2. Yazıram 2n plus 2 nə? Faktorial. N minus 1 faktorial. 2n var burada. 2n faktorial var. Bir də nə var? N plus 1 faktorial var. Bərabərdir deyir 5 olsun. İndi gəlin baxaq. Bunu yazıram. Bunu yazıram. Necə? 2n plus 2'ni ümumiyyətlə açıram. Olur 2n plus 2. Gəlin belə edək. 2n'ə görə bunu parçalasam, açsaq. Olur 2n faktorial. Vurulsun 2n plus 1. Bir də 2n plus 2 oldu. Vurulsun. N minus 1 faktorialı yazdım. Burada 2n faktorialı yazdım. Bir de burada ne yazıram? N minus 1 faktorial var. Bir de vuraq n var. Bir de vuraq n plus 1 var da. N ilə n plus 1 var. N minus 1'e göre atsaq. Bir əlavə etsəm n. Bir də neçə oldu? N plus 1 olmuş oldu. Sonra bərabər nə olub bu? 5 olub. İndi 2n faktoriallar burada təbii ki ixtisar olunur. Sonra nə ixtisar olunur? N plus n minus 1 faktoriallar ixtisar olunur. Daha sonra baxaq. Olur 2n üstə 1. Vurulsun. 2'nin çıxardıran mövcud xaricində n plus 1 olur. Bölünsün n vuraq n plus 1 qalır. N plus 1'lər də gedir. Burada bərabərdə 5'dir də bu. Aha. İndi n plus 1'lər də getdi. Yerine qalır. 2 vurulsun. 4n üstə gəlinsin 2 bərabərdir 5n'ə. 5n'dən 4n çıxaram. N qalır. N oldu neçə? 2. 113-cü sualın cavabı neçə olmuş olar? 2 olmuş olar. 114 də eynidir. 115'i keçək. Permütasyon n elementdən 2 kiçikdir 12 bərabərsinə ödəyən ən kiçik ədədi tapın. N böyükdür bərabərdir 2 olmalıdır. 2'ye bərabər və böyük ola bilər. Bir də n nə olmalıdır? 0'dan böyük olmalıdır. Bir də gəlin bunun açılışını yazalım da. N faktorial bölünsün neçə? N minus 2 faktorial kiçikdir neçə? 12 oldu. İndi n faktorialı n minus 2 faktorial kimi açsam n minus 1 vurulsun n qalar. Bölünsün n minus 2 faktorialımız var. O da nədən kiçikdir? O da 12'dən kiçikdir.
İndi n-2 faktoriallar x-a gedir. Olur n kvadrat çıx n çıx 12 kiçikdir 0 49-dırsa n neçə oldu? 1 çıx 7 bölü 2 mənfi 6 2 bölündə mənfi 3 bir də 4-dir. Deməli bu mənfi 3 ilə 4 aralığında qiymətlərini alır. İndi ələ doxunda yerləşdirək. Onsuz da n mənfi 3 ola bilməz də burada. 0-4 aralığında gedəcək. Yazıram burada neçə? 4 ola bilməz. Sonra 2 ola bilər. 0. Onsuz da burada 0 da ola bilməz də. 0 da ola bilməz. Bir də mənfi 3. Mənfi 3-dən hara kimi? 4-ə qədər. 0-dan müsbət sonsuzluğa, 2-dən müsbət sonsuzluğa. Deməli 2 ilə 4 arasında qiymətlər alır. Ödəyən ən kiçik ədədi tapın. 115 də ən kiçik də 2-dir də. Doğru cavabımız neçə oldu? 2. 2-dən sonra 3 var. Bir də 4-ü almır. 116 da bunun eynisidir. 116. Keçdi 117-ci suala. Qutuda 5 ağ, yazıram 5 ağ. 6 qara, yazıram 6 qara. Bir də 4 sarı, yazıram 4 sarı kürəcək. Yalnız 3'ü ağ olmaqla. Deməli 5 elementdən 3'ün ağ seçdim. Bu heç. 4 kürəciyi neçə üsulla? 3'ün ağ seçmişəm. İndi bir dənə də kürə seçmirəm. Hansılar arasında? 10 dənədən arasında. 10 elementdən 1. 4 dənə kürə seçməliydim. Bərabərdir. 5 faktorial, 3 faktorial, vur 2 faktorial, vurulsun 10 faktorial, bölünsün 9 faktoriala. Bərabərdir. 4 5'im. 4 5'in neçədir? 22 bölündə 10, vurulsun 10. Neçə eləyər? 100. Deməli 117-də neçə olacağımız? 100 olmuş oldu. 118. 118'də bunun eynisidir. Bunu evdə yazarsınız. Bax bu formada yazarsınız. 119'a baxaq. Misal nömrə 119. Qrupda müəyyən sayda eyni hüquqlu iştirakçılar var. Seçilən iki iştirakçılardan birinin kapitan, digərinin onun köməkçisi. Kapitan n dənə iştirakçı, n dənədən biri kapitan seçərəm. Onun köməkçisi isə n-1 nəfərdən seçərəm də, bir nəfəri. Bərabərdir neçə olsun deyir? 42 olsun. Aha. İndi bizə nə istəyir? Neçə iştirakçı var? Yəni ki, bu n-i soruşurdu. N kvadrat çıx n bərabərdir. Yəni ki, çıx 42 olsun da. Bir başa keçirdik sol tərəfə. Çıx 42 bərabərdir 0 olsa 168, 169. Yəni ki, 1 plus 13 bölü 2 o da neçə edər? 7. 119-cu sualın cavabı neçə olar? 7. 120 də bunun eynisidir. 121. Deməli 121-ci sualda deyir ki, n plus 5 faktorial, yazıram n plus 5 faktorial, çıxılsın n plus 4 faktorial, bölünsün n plus 3 faktorial, üstə gəlinsin n plus 4 faktorial, bərabərdir 121 bölünsün n plus 5'e. Tənliyini deyir, həll et. N plus 4 faktorial çıxarsan mötərizə xaricinə. N plus 4 faktorial çıxarsan mötərizə xaricinə. Burada nə qalır? N plus 5, N plus 5 burada qalır. Minus 1'dir. Sonra nə edirəm? Burada N plus 3 faktorialı çıxardıram mötərizə xaricinə. Burada qalır 1 plus N plus 4'ə. Bərabərdir 121 bölünsün n plus 5. N də mənfi 5'dən fərqlidir. Məxrəc 0 ola bilməz də. Sonra nə edəcəm? Burada da yazıram. N plus 3 faktorial. N plus 3 faktorial. N plus 4 yazıram da. N plus 4 olar. Vurulsun. N plus 4'tür. N plus 4'tür. Bölünsün n plus 3 faktorialdır. Bir də vuraq n plus 5'in özü var. Bərabərdir 121 bölünsün n plus 5'ə. N plus 5'ləri x edirəm, amma n 5'dən, mənfi 5'dən fərqlidir.
n plus 3'də gedir. Ya olur n plus 4'ün kvadratı bərabərdir 121'ə. N plus 4 11 olsa n neçə olar? 7 olar. Deməli 121-ci sualın cavabı neçədir? 7. Aha, keçək neçəyə? 122-ci suala. 3 fərqli məktubu 5 poçt qutusuna. Məktub 1, məktub 2, bayaqki sualdan da məktub 3. Poçt 1, poçt 2, poçt 3, poçt 4, poçt 5 qutusuna neçə fərqli şəkildə qoyula bilər? Birinci məktubu hər hansı 5-dən birinə, ikinci məktubu hər hansı 5-dən birinə, üçüncü məktubu hər hansı 5-dən birinə. Çünki heç bir şərt deyilməyib. Neçədir? 125. Doğru cavabımız neçə olar? 125. Sonra 122-ni yazdıq. 123 də bunun eynisidir. 124'ə baxırıq. Deməli, 3 fərqli oyuncaq 8 uşağa, hər uşağa ən çox 1 oyuncaq verməklə. Deməli, 3 fərqli oyuncaqdır. Oyuncaq 1, oyuncaq 2, oyuncaq 3. 8 uşağa. Tutaq ki, 8-dən birinə oyuncaq 1'i verdim. Sonra 7-sindən birinə oyuncaq verirəm. Sonra 8 yox, daha 6-sından birinə oyuncaq verirəm də. Bu ilə 42 vurulsun neçə? 8. 6 yazdıq. 1 yətdə 8 oradan 32, bu da 33. 336 halımız var burada. Deməli 124-cü sualın cavabı neçə oldu? 336. 125 də eynidir. 125 də eynidir. Gəldi 126-ya. 125 evdə, 125-i evdə yazarsınız. 126. Yusuf və İbrahimin də aralarında olduğu 10 nəfərlik heyət arasında 4 nəfəri neçə fərqli üsulla seçmək olar ki, 4 nəfərlik qrupun tərkibində Yusuf və İbrahim olsun. Deməli, var Yusuf, var İbrahim, bir də 10 nəfər idi də, burada qalır 8 nəfər. Bizə 4 nəfərlik qruplar lazımdır. Burada Yusuf da var, İbrahim də var. Qalan bu 2 nəfəri bu 8 nəfər arasından seçirəm. Yəni kombinizon 8 elementdən 2. Vəssalam. Artıq bu 2 nəfər seçilmişdir. Bundan işim yoxdur. 8 faktorial, 6 faktorial, bir də 2 faktorial. 7 vur 8 böl 2, 56-nı 2-yə böləndə neçə olar? 28. Deməli 126-nın cavabı olar 28. 127 də bunun eynisidir. Evdə yazarsınız. 128. Çevrə üzərində A, B, C, D, Y, F, G, H nöqtələri ardıcıl qeyd edilmişdir. Təpələrindən ikisi A və B nöqtələrində isə 4 bucağı çəkmək olar. Aha, çevrənin üzərində bax, A nöqtəsi var, B var, C var, D var, Y, F, G, bir də H nöqtələri var. Deyib, təpə nöqtəsi A və B nöqtələrində olan neçə 4 bucaqlı? Bizə 4 bucaq çəkmək üçün 1, 2, 3, 4 dənə nöqtə lazımdır. Təpə nöqtəsi nədir? A ilə B. Yerdə qalan 2. Bu A ilə B-ni artıq istifadə eləmişəm. Yerdə qalan 2 nöqtəni 1, 2, 3, 4, 5 bu 6 nöqtənin arasından seçməliyəm ki, 4 bucaqlı əmələ gəlsin də. Qalan 2 dənə belə deyək də nöqtə seçməliyəm. 6 faktorial, 4 faktorial, 2 faktorial. O da neçə eləyir? 15. 5 vur 6 bölü 2, 15-də. 128 olar neçə? 15. 129 da eynisidir. Burada 5 bucaqlı deyir. C nöqtələrində neçə 5 bucaqlı deyəcək. Yəni də 3-ünü götürmüşəm. Qalan ikisində yerdə qalan nöqtələrdən seçməliyəm. 129-u da evdə yazarsınız. Keçək növbəti suala. 130. Görək 130 bizə nə deyir? Kombinizon 27 elementdən 3n-1 bərabərdə kombinizon 27 elementdən 2n üstə 3. İndi burada necə ola bilər? Birinci halımızda məsələn deyə bilərəm də kombinizon 27 elementdən tutaq ki 5 bərabərdə kombinizon 27 elementdən 5. Bunlar bərabərdir. Deməli 3n-1 ilə 2n+1 bərabər ola bilər. 3n-1 ilə 2n+3 bərabər ola bilər. 3n-dən 2n çıxanda n qalır. 3 üstə 1 4. Deməli n-in bir qiyməti 4-dür. Yaxşı, bax, belə də ola bilər də. Kombinizon 27 elementdən 5 bərabərdə kombinizon 27 elementdən 22.
Yəni ki, bundan bunu çıxanda bu verməlidir. Bunlar bir-birinə bərabərdir. Yəni ki, 27-dən çıxaram 3n minus 1 bərabərdir. Nə olmalıdır? 2n plus 3-ə. Bundan bunu çıxsa nə verməlidir? 2n plus 3 verməlidir. Olur 27 çıx neçə? 3n. Üstə gəlinsin 1. Burada səhv etmək. Bərabərdir 2n plus neçə olar? 3 olmuş olar. 2n üstə 3n edir 5n. 27 üstə 1 28. 3 çıxanda 25. Deməli n'nin də bir qiyməti 5-dir. Tənlinin kökləri cəmi 4 plus 5 neçə oldu? 9. Doğru cavab 130'da neçə oldu? 9. Aha. Keçdi 132-ci məsələyə. Sinifdə olan 20 şagirddən ikisi riyaziyyat olimpiyadasına, qalanlardan biri isə fizika olimpiyadasına neçə fərqli üsulla. 20 şagirddən ikisini yollayıram nəyə? Riyaziyyata. Qalan 18 nəfərdən də birin fizika yollaya bilərəm də. Çünki ikisi riyaziyyata getdisə 18 nəfər qalır, o da fizika gedə bilər. Bunu hesablayaq. 20 faktorial, 18 faktorial, 2 faktorial, 18 faktorial, 17 faktorial. 18'lər gedir. Burada qalır 17 ilə bunu yüksələsəm 18 vur 19 vur 20 böl neçə? 2. Bununla bu getsə 9'a. Deməli 380'ı nəyə vuracaq? 9'a. 132 də bıraq da 380'ı neçəyə vururuq? Deməli 380'ı vururuq 9'a. Bu da deyir 3420. Doğru cavabımız neçə olar? 3420 olmuş olar. 133 də bunun eynisidir. Evdə yazarsınız. Keçək neçəyə? 134-cü misala. 10 elementli çoxluğun ən çoxu 2 elementi olan neçə alt çoxluğu var? Ən çox 2 elementli olsun. Deməli 10 elementli çoxluğun nə ola bilər? 1 elementli alt çoxluğu ola bilər. Üzərinə gəlsin 10 elementli çoxluğun ən çox 2 elementli alt çoxluğu ola bilər. İndi bunları hesablayaq. 10 faktorial, 9 faktorial, 1 faktorial, üzərinə gəlsin 10 faktorial, 8 faktorial, bir də nə var? 2 faktorial var. Belə bu 10 eləyir. Üzərinə gəlsin 9 vur 10, 92'ye böldüm 45. Neçə elədi? 55 dənədir, 55 dənədir. Amma boş çoxluq da bunun alt çoxluğunu olduğuna görə bir də gəlsəm üzərinə olar neçə? 56. Ən çox deyir axı ona görə. 134 də neçə olacaq? 56 oldu. Sonra keçək 135. 135 də bunun eynisidir. Keçək 136'ya. 135 evdə eləyərsiniz. Deməli deyək ki 1, 3, 4, 6, bir də 8 rəqəmləri təkrarlanmamaqla neçə müxtəlif 5 rəqəmlərə də yazmaq olar. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5 rəqəmlər. 5-dən biri bura. 4-dən biri bura. 3-dən biri bura. 2-sindən biri bura. 1-dən biri bura. Yəni ki 5 faktorialdır. Neçədir cavabımız? 120. 136 olar 120. Sonra 137 də eynidir. 138, 139, 140, 141. Bax 141'ə qədər evdə yazarsınız. Bunlar adi hesablamalardır. Keçək 142-ci suala. 142-ci suala. 1 bölünsün. N faktorialdır. Üzərinə gəlinsin. 3 bölünsün. N plus nədir? 1 faktorial. Mötərizə içərisində vurulsun. N plus 2 faktorial bərabərdir neçədir? 35'dir. Aha. Görək indi burada cavabımız neçə çıxacaq? Gəlin bunu sadələşdirək. N plus 1 faktorialı, bax belə yazıram. Ortaq məxrəcə gətirəm. N plus 1 faktorialdır. Bunu yazıram. N faktorial vurulsun N plus 1'ə. Bu formada yazacaq. Deməli, bunun asılışı oldu. Neçə? N faktorial vurulsun N plus 1. Böldüm N faktorialı, qaldı N plus 1. Üstə gəlinsin. N plus 1'i bir də 3. Belə deyək də.
Aha, belə deyək bunu. Deməli, n faktorial n plus 1, elə bu n plus 1 faktorial deməkdir də. Bunun açılışını yazmayacaq biz. Böləndə özünə yerdə qalır 1, 3'ə vuranda 3. Vurulsun n plus 2'ni də belə yazıram. N plus 2'ni də belə yazıram. N faktorial, n plus 1, bir də n plus 2 kimi yazdım. Bərabər neçə olmalıdır? 35 olmalıdır. İndi n faktoriallar gedir. N plus 2'ni düz yazdıqda n faktorial, n plus 1, n plus 2. N plus 1 də gedir. Oldu n plus 4, bir də n plus neçə? 2. Bərabər neçə olmalıdır? 35. İndi n kvadrat üstə gəlinsin 6n, üstə gəlinsin 8 bərabər neçə oldu? 35 olmuş oldu. Aha. İndi burada necə yazırıq? N plus 3'ün kvadratı çıx 9 var. Çıx 9 var. Üstü 8 mənfi 1. O cəsində 36 eləyir də. N plus 3 6 olsa n neçə olar? N 3 olar. Məxrəcdə heç bir qorxulu halımız yoxdur. Doğru cavabımız neçə oldu? 142'də n 3 olmuş oldu. Sonra 143 də bunun eynisidir. Keçək 144-cü məsələyə. Kombinizon 9 elementdən x çıx 10 bərabərdir kombinizon 9 elementdən y plus 2. Bizə şərt verib x çıx 10 fərqlidir y plus 2'dən. Yəni ki, bunlar bir-birindən fərqlidir. X plus y cəmini tap. O zaman yazıram 9 çıxılsın x çıx 10 bərabərdir y plus 2'ni verim. Hatta bir yaxşı məsələyə görə. Yazıram 9 çıx x üstə gəlinsin 10 bərabərdir y üstə neçə 2. Y üstə x bərabərdir 19'dan 2 çıxanda neçə qaldı? 17. X plus y cəmindən soruşurdu. 144'də neçə oldu? 17 olmuş oldu. 145 eynisidir. Keçək neçəyə? 146'ya. Misal nömrə 146. A bərabərdir n faktorialdır. Ədədin 390'a qalıqsız bölündüyünü bilərək, yəni n faktorial 390'a faktorial 4'ə burada 390'a nə olur? Qalıqsız bölündüyünü bilərək ən kiçik natural n ədədini tapın. N ən kiçik qiymətini soruşur bərabərdir suala. Əvvəla 390'ın biz nəyini tapmalıyıq? 390'ın. 390'ın biz tapmalıyıq sadə vurğuların. Yəni ki 3 vurulsun 13 vur 10. 39 vuraq 10 kimi yazım. Bunu da yazıram 3 vurulsun 2 vurulsun 5 vuraq neçə 13. Yəni ki daha sadə 2 vur 3 vur 5 vur 13. İndi yəni elə bir rəqəm götürməliyəm ki bu 13'ə də bölünsün. Yəni ki bu belə də A bərabərdir n faktorial bölünsün 2 vur 3 vur 5 vur 13. 3'üm 6, 6, 5'im 30, 30'u 13'ə vuramda da 390 edir də. Aha. İndi n'in hansı qiymət qoya bilərəm ki, bu 13 də burada aradan qalxsın. Təbii ki, n'ə 13 faktorial qoysam, 1-dən 13'ə qədər ədədlərin hasilidir. Bu 13'dən ixtisar edəcək. Deməli, elə n'in ən kiçik natural qiyməti neçədir? 13'dür. 146'da neçə oldu? Cavabımız 13. 147 eynisidir. 148'ə baxaq. 148. Yusif, Akif və Zahirin də olduğu 8 nəfərdən ibarət qrup 2 cərgədə. Bax, Yusif var, Akif var, bir də Zahir var. Yazıram, bir də Zahir var. 8 nəfərdən ibarət. Qalan da 5 nəfər də burada. 5 nəfəri budur, 3 nəfər də bu, cəmi 8 nəfərdir. Qrup 2 cərgə olmaqla şəkil çəkdirilməlidir. Yusif, Akif və Zahir ön cərgədə. Bax, yazıram Yusif, Akif, bir də kim? Zahir olsun. Ön cərgədə olsun. Qalanları isə arxa cərgədə. Bu 5 nəfər də 1, 2, 3, 4. Bu 5 nəfər də arxa cərgədə olsun. Neçə fərqli düzlükdə şəkil çəkdirə bilərlər. Onda bu 3 faktorialın öz arasında yer dəyişə bilər.
Bu da 5 faktorialla öz arasında yer dəyişə bilər. 5 faktorialımız 120'dir. Üst faktorialımız da 6'dır. 6'nı vuraram 120'yə. 720 fərqli şəkildə şəkil çəkdirə bilərlər. 148-də neçədir? 720. 149 bunun eynisidir. 149'u evdə yazarsınız. Keçək neçə? 150-ci suala. Heç biri bir-birinə paralel olmayan 6 fərqli düz xəttin ən çox neçə kəsişmə nöqtəsi ola bilər? 6 dənə fərqli düz xətti ən çox deyirdi ki, nə? Bunun kəsişmə nöqtəsi olsun. Yəni ki, kombinasyon 6 elementdən 2 götürərəm. O zaman 6 faktorial, 4 faktorial, 2 faktorial. 4, 5, 6, 30, 2'ye böləndə 15 dənə nə ola bilər? Bunun kəsişmə nöqtəsi ola bilər.